Əziz Qiyam TV izləyiciləri, bugünkü mövzumuz uşağın müntəzəm olaraq çölə çıxması və başqa məsələlər barəsindədir. Uşağın müntəzəm olaraq çölə çıxması. Uşaqların əksəriyyəti 1-ci il bağırsaqlarının işini demək olar ki, anlaya bilmirlər. Bəzi uşaqlarda gündüz nəciz ifrazı müntəzəm olaraq səhər yeməyindən bir neçə dəqiqə keçmiş olur. Dolmuş mədə bütün gecə dincəlmiş bağırsaqları fəaliyyətə gəlməyə məcbur edir. Bu anı asan tutmaq olar. Əgər o hər səhər özünü qarşoka boşaldırsa, bu hələ o demək deyil ki, siz onu qarşoka öyrətmisiniz. O hələ qarşoka yenicə öyrənir. Digər uşaqlar müxtəlif vaxtlarda 1 və ya 2 dəfə böyük bayıra çıxırlar. Bu cür uşaqları qarşoka öyrətmək biraz tezdir. Yaxşı olar ki, onun yaş yarım olmağını gözləyəsiniz. Çünki onun çölə çıxması nizamlı olmadığından qarşoka çox oturmalı olacaqsınız. Bu isə onu inadkarlaşdıracaq. 2 yaşlı uşaqlar. Bu yaşda olan uşaq öz anasını nə qədər çox sevdiyini dərk edir və onu razı salmağı xoşlayır. Ana uşağına dostcasına izah etsə ki, qarşokdan istifadə etməsini istəyir və hər dəfə buna nail olduqda onu tərifləsə, o buna həvəslənəcəkdir. Amma bəzən problemlər də üzə çıxır. O qəsdən nəcisi saxlaya və bayıra çıxara bilər. Uşaq öz nəcisini qarşoka və ya paltarda görəndə ona öz malı kimi baxır. Hətta onunla fəxr edir. O özünün bu əməlindən xoşhal olur. Bəzən anasının yanına çağırır. Uşaq bu yaşda öz nəcisindən iyrənmir və hətta bəziləri oynayır. Bəzən ana bir neçə ay ərzində uşağı qarşoka öyrədir. Nədənsə sonralar ana onu qarşoka oturdanda özünü qarşoka boşaltmır. Amma ayağa durduqda şalvarı batırır. Çox vaxt oğlan uşaqları belə olurlar. Ananın rəftarından çox şey asılıdır. Uşağı məcbur etmək yox, həvəsləndirmək lazımdır. Ümumiyyətlə, uşaqların bir çoxu yaş və nəcis olan paltarda qalmağı xoşlamırlar. Süfrəyə gələn zaman ata uşağa nəvaziş etməlidir. Ona gözəl sözlər deməlidir ki, sevincək halda yeməyə başlasın. Siz təsəvvür edin ki, uşaq məktəbdə pis qiymət alıb və qayıdır. Və ata ondan neçə aldığını süfrə başında soruşur. Bu nə deməkdir? Axı süfrə belə şeylərin yeri deyil. Bu zaman hamının əsəbləri gərilir, uşaqda qorxu və istirab yaranır. Nəticədə onun iştahası azalır. Ümumiyyətlə, süfrə başı problemlərin həll olunduğu yerə çevrilməməlidir. Bir çox hallarda uşağın iştahası bu cür şeylərə görə pozulur. Amma valideynlər bunu bilmirlər. 8. Valideynin diqqəti və uşağın bunu hiss etməsi. Bir çox valideynlər uşaqların yemək yeməsinə çox ciddi yanaşırlar. Əgər uşaq çox yemək yeyərsə, onu tərifləyir, az yesə onu tənqid edirlər. Amma bilmirlər ki, bu yolun ikisi də səhvdir. Əgər uşaq başa düşsə ki, sizin diqqətinizi məhz bu yolla cəlb edir, bu zaman daha yemək yeməyəcəkdir.